Ne diyorduk? Hayat kısa. Affet, yardım et, şükret, sev, gülümse, mutlu ol. Selam büyükler, merhaba çocuklar. Bu akşam size yeni bir öyküm var. Dilim sürçerse kusura bakmayın. Bir fincan kahvenin 40 yıl hatırı var. Diyeceğim o ki kişi yetinmeli. Yaşam dediğin kısacık bir çizgi. Namus, şeref, onur hepsi güzel ama en önemlisi helal alın teri. Komşunun tavuğu komşuya kaz görünür dersen, kaz gelen yerden tavuğu esirgemezsen, bu kafayla bir baltaya sap olamazsın ama gün gelir sapın ucuna olursun kazmaz. Veşimizi hazırlamışıq. Hara gedirik Mustafa? Nabrana. Hər gecə, hər sabah gözlərəm səni. Mavi üfük kimi önündəyəm mən. Hər gecə, hər sabah gözlərəm səni. Mavi üfük kimi önündəyəm mən. Dizlər günəş dolu gözlərim səni. Hər yerdə, hər zaman səninləyəm mən. Saadət, saadət, səslərəm səni. Saadət, saadət, gözlərəm səni. Könüllər vəslini arzular. Adıma nəğmələr yazırlar. Mənimdir gözəllik məhəbbət. Saadət, saadət, saadət. Gəlib çıxdıq Nabrana. Nabranda Xəzər istirahət zonasındayım hal-hazırda. Günlük 20-30 manat civarında ödəniş edirsiniz, standart otaq əldə edirsiniz və gündə 3 dəfə qidalanma daxil istirahət edə bilərsiniz. Burada çox möhtəşəm şəraiti var Xəzər istirahət zonasının. Mustafa, necədir? Xoşuna gəldi? Bura koridordur, koridorda otaqlardır. Otaqlarımız da bu formadadır. Təqdim edir. Sanitar qovşaq, duş kabini, buraya yataqlar, duş şkafımız, Bu 1901-ci ildən qalma. istehsalı olan Beko televizordur. İndi yoxlayarıq görə işləyir yoxsa. Burada balkonudur. Balkonda nə yerləşir? Xaladenlik. Göstər, az qapısını görüb xaladenlikdə nə var? Yemişimiz burada, qarpızımız burada. Dərslərlər çox süperdir. Axtarıram səni mən bu dünyada. Min dəfə keçmişəm sənin yanında. Axtarıram səni mən bu dünyada. Min dəfə keçmişəm sənin yanında. Sən haqlı olmusan, mən səhv piyada. Görməmisən məni həyəcanda. Saadət, saadət, səslərəm səni. Saadət. Və Nabrana gəldikdə mütləq şəkildə Xəzər istirahət zonasına gəlirsiniz. Ən başda yerləşən Nabranın demək olar axırıdır. Oradan bir velosiped kiralayırsınız. Velosiped kiralayıb gəlirsiniz düz Xəzər istirahət zonasından 500 metr aralıda qəşəng bir şəlalə var. Həmin şəlaləyə girirsiniz, şəlalənin altında qəşəng çimirsiniz. Ayağınızı kükürtlü suda vanna eləyirsiniz. Və təbiətin bir növ ləzzətini almış olursunuz. Bomba. Bomba yox, bombastik. Selam büyükler, merhaba çocuklar. Bu akşam size yeni bir öyküm var. Dilim sürçerse kusura bakmayın. Bir fincan kahvenin. Şəlaləyə getmək üçün biraz çətinliyə düşməlisən. Yaşam dediğin kısacık bir çizgi.
namus şeref olur. Hepsi güzel ama en önemlisi helal alın teri. Komşunun tavuğu komşuya kaz görünür dersen, kaz gelen yerden tavuğu esirgemezsen. Bu kafayla Anda axşam yeməyi yeyirik. Axşam yeməyində nələr var? İndi süfrə hazırlansın, tam göstərəcəm. Şərait və təmizlik superdir, baxa bilərsiniz. Unutma görüşleri tek bir baharda yağar gel. Sensiz yollarda kalıp gözlerim intizarda yağar gel. Yollarda tenis yaxşı. Görüşleri tek bir baharda yağar gel. Defalarım eşkinde görmüşem saadetimi. Menden dönsen eğer ayın güneşin gönül verdiğim garu mehabbetimi. Hoppa, hoppa. Yorgun deniz tek, nurlu gündüz tek, ince duygudan gel gel. Benim hayatım, benim ömrüm, sen al. Yorgun deniz tek, nurlu gündüz tek, ince duygudan yar gel gel. Benim hayatım, benim ömrüm, şirin ruhum sayda gel. Defadarım benim, baharım benim, eşkinde gör. Hoppa! Ay Matalik! Nabranda Fontan deyilən istirahət mərkəzinin yaxınlığında yerləşən çox qəşəng bir göl var. Həmin göldə qəşəng çimdik, kükürtlü bulaq suyudur. Yəni yerin altından demək olar çıxır. Hər kəsə məsləhət görürəm. Nabrana gəldiniz, mütləq bu gölə
bu istirahət mərkəzinə baş çəkin. Pulsuzdur, tam olaraq ödənişsizdir. Gəlib ətrafında da qəşəng kamp qura bilərsiniz və gözəl istirahət edə bilərsiniz. Salam, nedəsiz? Lavrana gəldiniz, yemək üçün yer axtarırsınızsa fontanı seçin. Çünki fontan çox ləzzət elədi mənə, həqiqətən mənzərəsi ləzzət elədi. Plus da bura yaxın bir göl var, bulaq suyudur, bulaqdan kükürtlü sudur, buz kimidir, girirsən içinə, çıxandan sonra bədənə qəşəng bir istilik gəlir, immün sistemin dərmanı. Yoxsa yeməklərin servisi çox qəşəngdir və görünüşü ləzzət edir, indi dadına baxacam, çox güman dadlı olacaq. Qiymətlər də münasibdir, məsələn, salat, burada quzu salatı dedim, qiyməti oldu 8 manat, bir ədəd badımcan 1 manat kebabı, kartof quyruqda 1 manat 50 qəpik. Yarım porsiyon və çoban salatı pendirlə 4 manat. Çox sərfəlidir və plus da mənzərəsi ləzzət elədi mənə. Çox qəşəng bir mənzərəsi var burada. Çay axır, çayın üstündə də koteclər qurulub. Yemək üçün yerlər qurulub. Belə. Mavi gözünde ulduzlar yatar, birce bakışla günü oyadar. Gel bakışınla baharı qaytar, quşlar qayıtsın, qoy qatar qatar. Qulağa sözümə sen üzüme. Lavranda 3-cü gündəyik. Hal-hazırda özümüzə bir yoldaş tapmışıq. Yoldaşımızın adı, dostumuzun adı nədir? Bobu, Bobu. Hayat ömür bir deryadır derinden derin. Bu dünyanın sevinç yeri, kövrək yeri var. Arxada Xəzər istirahət mərkəzidir. Xəzər istirahət mərkəzindən çıxan kimi dənizdir. Burada da Xəzər marketdir. Nə istəyirsiniz satılır. Xəzər istirahət zonası. Orada da bir market. Bu yolla da düz şəlaləyə gedirsiniz. Təxminən 500 metr məsafədədir. Burada Xəzərin çimərliyidir. Xəzər istirahət mərkəzinə aid olan çimərliyidir. Yolun sağ hissəsi isə gelir Atlanta, El Fario və Dnabra, belə deyək, Xudat rayonunda. Olmaq çətindir, çətin. Bu sahildən o sahilə üzmək mi olur? Həyat nəhəng dəryadır dərindən dərin. Baş vurub bu həyata ömür sürər bir təhər. Kimi çatmaz murada, kimi yolar bəxtəvər.